Fenerbahçe'nin və Türkiyə millisinin futbolçusu Emre Belezoğlu barəsində 2 ay 15 gün müddətinə həbs qərarı çıxarılıb. Futbolçu idmanda din, dil, irq, etnik kök, cinsiyyət və ya məzhəb fərqini büruzə verən hərəkətdə günahkar bilinir. Türkiyə mətbuatının məlumatına əsasən Emre Belezoğlu Fenerbahçe və Trabzonspor arasındakı oyunu zamanı rəqib komandanın futbolçusu Didier Zakoranı təhqir edib. Zakoranın vəkili məhkəməyə müraciət edərək Emre barəsində irqçi baxışlarına görə cinayət işi qaldırılmasını istəyib. Maraqlıdır ki, Emre baş verən olaydan dərhal sonra qatıldığı televiziya proqramında söylədiyi sözü etiraf edib. Amma səhəri gün mətbuat konfransında bunun ona qarşı böhtan olduğunu bildirib. Məhkəmə tərəfləri dinlədikdən sonra Emre Belezoğlu barəsində 2 ay 15 günlük həbs qərarı çıxarıb. Amma futbolçunun bundan əvvəl belə bir cinayət işləmədiyi nəzərə alınaraq və bir daha belə hərəkətə yol verilməyəcəyi qənaətinə gəlinərək cəzanın çəkilməsi təxirə salınıb.